Salam, hər vaxtınız xeyir olsun. Bugün 2 kiloqram undan doyumlu, bərəkətli evdə dönər çörəyi hazırlayıram. Öncə apara hazırlayıram. Qaba 1 stəkan su, maya əlavə edib qarışdırıb, üzərinə 1 stəkan da un əlavə edirəm. Bunu da qarışdırdıqdan sonra üzərinə örtüb qoyuram, aktivləşsin. Apara artıq hazırdır. Geniş bir qaba 2 kiloqram un əlavə edirəm. Üzərinə də 1 xörək qaşığı dolusu duz əlavə edirəm. Üzərinə 500 qram qatıq əlavə edirəm və iloq su əlavə edirəm. Aparanı da əlavə edib xəmir hazırlayıram. Aparaya əlavə etdiyim su ilə bir yerdə cəmi 1 litr su əlavə etdim. Xəmiri bir gözəl yoğurub üzərini örtüb yarım saat dinləndirirəm. Xəmiri yarım saat dinləndirdikdən sonra yenidən ikinci dəfə yoğururam. İkinci dəfə xəmir boşaldıqdan sonra çox rahat yoğrulur. Xəmiri ikinci dəfədə bir gözəl yoğurduqdan sonra yenidən üzərini örtüb 1 saat mayalandırıram. Xəmir çox gözəl mayalandı. Öncə xəmirin havasını alıram. Masanın üzərini unlayıb xəmiri masanın üzərinə yerləşdirirəm. 25-30 hissəyə ayırıram. Çörəyi biraz nazik istəyirsinizsə 35 ədəd də edə bilərsiniz. Xəmirin üzərinə un səpib kündələyirəm. Masanı unlayıb kündələri yığıb üzərini örtüb 20 dəqiqədə kündələri dinləndirirəm. Kündələr də 20 dəqiqə dinləndikdən sonra yağlı kağız sərdiyim soba listinə düzürəm. Kündəni yayıb biraz genişlədirəm. Üzərinə isə 1 ədəd yumurta sarısı ilə qatıq qarışdırıb çəkirəm. Qatıq sizdə bərk olsa biraz soyuq su əlavə edib durulda bilərsiniz. Öncədən isitdiyim 200 dərəcəlik sobada 10-15 dəqiqə bişirirəm. Digər kündələri də eyni qayda ilə bişirirəm. İkinci listə yağlı kağız yerləşdirmədim. Sadəcə bitki yağı ilə yağladım. Belə də çox gözəl bişir, yapışmır. Və artıq hazırdır. Bərəkətli, ətirli, yumuşaq dönər çörəkləri alınır. Siz də hazırlaya bilərsiniz. İnanın ki, uşaqdan böyüyə hər kəs çox bəyənəcək. Bəyəndinizsə hazırlayıb yoxlayın. Video haqqında hər kəsin fikrini gözləyirəm.
Yeni videolarda görüşənədək sağ olun.